Eğer bugüne kimi Python proqramlaşdırma dilində mötərizəyə o qədər də ciddi baxmamısınızsa, bax, burada səhv etmisiniz. Mötərizə riyaziyyat anlamında da çox vacib bir şeydir. Python proqramlaşdırma dilində də dəhşət önəmli, vacib olanlardan biridir. Onun barədə çox şey bilmək lazımdır. Qocaşılar, salamlar, necəsiniz? Bugün Python proqramlaşdırma dilində önəmli saydığım, amma bir çox zaman da heç önəm verilmədiyi bir mövzudan danışmaq istəyirəm. Söhbət gedir mötərizələrdən. Sadə mötərizələr çox böyük və ciddi işlər görür. Bir çoxunuz mötərizəyə sadə baxırsınız. Amma bu elə deyil. Python proqramlaşdırma dilində bir çox işimizi asanlaşdıran, bir çox işi qruplaşdıran və bir çox işdə kömək edəndir sadə bir mötərizələr. Onlar olmasa bir çox işi heç düz yazmaq da mümkün deyil. Mötərizənin gücünü bilsəniz, kodu bəlkə də başqa yazarsınız. Mən bunu tələbələrimdə sınamışam. Kodias kursunda istər online, istər real, həmişə praktikada fərqli kod yazmalar var. Və beləliklə tələbələrimi sınayıram və görürəm ki, biraz fərqli bir yazı istəsəm, o vacib olan mötərizənin gücü bir də görsən ki, itir, unudurlar, tətbiq etmirlər və ya heç inanmırlar ki, ayda bunu mötərizə ilə yazsaydın, bu doğrudan da çox sadə və gözəl işləyərdi. Və məhz belə bir halları fikirləşdim ki, vaxtıdır bir video təşkil edim, həm gələcəkdə bilənlər bilsin, həm də tələbələrim görsün ki, mötərizə çox vacibdir. Belədir ki, mötərizənin gücü Python'da getdi. Hazırsınızsa gəlin başlayaq və mən artıq redaktordayam. Aydın məsələdir ki, mən mütləq olacaq yerləri, mötərizələrin mütləq olacaq yerləri göstərmək niyyətim yoxdur. Çünki bir funksiya yazarkən, bir funksiyanı çağırarkən mütləq mötərizə lazımdır. Olmasa error alarsınız. Və ya hər hansı bir riyazi anlamda düzgün cavab almaq üçün əməliyyatlar arası fərqliliyi göstərmək istəsənsə, yenə də mötərizə lazımdır. Bu bir mənalıdır və bu kimi maraqlı, mütləq iştirak edəcək mötərizələrin halından danışmıram. Mən tam başqa bir şey danışacağım. Harda ki, sən mötərizəni istifadə edərkən bu və ya digər çox maraqlı bir nəticələr əldə edərsən və ya praktikanda başa düşərsən ki, mötərizə bax lazımdır. Gəlin ən bəsitindən başlayayım. Ən bəsitindən bir tuple yaradım. Rəqəmlər çoxluğunu təmsil edən nums dəyişəni yaradım və 2, 3, 4 ona verim. Bu mənim tuple'ımdır. Burada mötərizə ehtiyacı yoxdur. Yəni biz bilirik ki, tuple təmsil edən, əgər Kodias kanalındakı video dərsləri gözəl baxırsınızsa və öyrənirsinizsə, bilirsiniz, mötərizə tuple təmsil eləmir. Tuple təmsil edən vergüldür. Amma o mötərizədir ki, bizə çox şeydə kömək eləyir. Onu indi birazdan göstərəcəm. Amma gəlin deyək ki, bir nums adında tuple var. Rəqəmlər çoxluğu. Və mən nə etmək istəyirəm? Gəlin bir print yazım və içində sum adında funksiyanı tətbiq edim. Bu bir built-in function'dır. Özünün cəm olaraq bu rəqəmləri mənə verəcək bir imkandır. Mən də demək istəyirəm ki, elə o tuple'ı birbaşa sum'ın içinə verim və nəticə olaraq gözləyirəm ki, bir cavab alacağım. Run edirəm, 9. Tamamilə doğru. 2 üstə gəlir, 3 üstə gəlir, 4, 9 edir. Amma deyirəm ki, dəyişənə nə ehtiyac? Mən təmizləyim terminalı. Elə gəl bu tuple götürüm buradan, düzdürmü? Və birbaşa verim sum'ın içinə, düzdürmü? Sum mənə deyir ki, bir rəqəm çoxluluğunu ver, mən onun cəmini taparam. Və tuple birbaşa ona verəndən sonra run edirəm, evvəla, error. Halbuki bu tuple'dır. Amma bir əmma var. O mənə deyir ki, mənə bir ədəd rəqəmlər çoxluğunu ver. Mən bayaq yazdığımı həmin sum'ın içinə atıram, amma işləmir. Məsələ ondadır ki, bunu bax burada artıq mötərizəsiz mümkün deyil. Bunu mən mötərizə arası vurğulanmaqla deyirəm. Ey sum, sənə bir ədəd sənə bir data verirəm. 2 rəqəmlər dolu. Mən bura listə verə bilərəm. Mən bura bir çox bəlkə də məqam verə bilərəm, amma sum deyir ki, nədirsə, iterable olaraq
bir element ver və mən burada mötərizə verməyimlə o tuple'ın sərbəst bir data kimi yaşamasına şərait qurur. Bu mötərizə olmasa sum işləməz və mən indi bu saat təmizləyirəm və yenə də run eləmək istəyirəm. Run edəndə görürəm ki 9 gəlir. Möhtəşəm. Bu mötərizələr artıq burada rolunu oynadı. Halbuki mən mötərizəsiz bir dəyişənə verirdim, gözəl də işləyirdi və beləliklə bir datanı yaşadan, çünki mən bu mötərizələri yığışdırsam, bu bilirsiniz nəyə oxşuyur? Elə bir sum funksiyasına parametr olaraq 3 element vermişim. 2, sonra ayrıca 3 verdim, ayrıca 4 verdim. Sum 3 fərqli parametri gözləmir. Sum bir ədəd arqument olaraq gözləyir və parametr olaraq bir elementi qəbul edir. Amma mən burada 3-ünü birdən verdim. Bax, ona izah edim ki, bu 3-ü deyil. Bu 3-ü də bir elementi. Məhz ona görə mənə burada mötərizə lazımdır. Bu mötərizə mənim üçün həm tuple təmsil edir. İndi bu saat sanki bir tuple. Həm də eyni zamanda ayırt edir bu tuple içindəki ilə. Çox fərqli bir məqamı bu mötərizə həll edir. Mən istəyirəm başqa bir məqamı da göstərim, çünki bizlər Pythonda məhz belə yazmağı daha çox sevirik. Amma yenə də bildirim ki, gələcəkdə mənim özümə və yaxud da ki, komanda heyətimdən istənilən proqramçıya kodun daha oxunaqlı və düzgün görünməsi üçün hərdən bir sətirdə yox, bir neçə sətirdə yazmaq daha düzgündür. Amma Python elə bir proqramlaşdırma dilidir ki, istədiyin sətirdə istədiyini yaza bilmərsən. Və gəlin buna sübut olaraq bir məqamı göstərim. Məsələn, yaza bilərəm ki, data, elə qoy rəqəmlər olsun, hətta icranı birbaşa eləyim. 1, üstə gəl 2 və deyim ki, üstə gəl 3. Belə bir şey yazıram və deyirəm ki, print data. Belə bir şey yazsam aydın məsələdir ki, elə birbaşa dataya hansı icra verilibsə, mən ən sadəsini yazıram. Amma əslində 1, 2, 3-ün yerində dayana bilərdi. Haradasa gələn dəyişənlər və yaxud da ki, funksiyalar çağırırsan və onlar artıq nəticə verir. Yəni, üstəgəl arası istənilən dəyişən adı özdə uzun ola bilər, istənilən funksiya adı uzun ola bilər, onlar dayana bilər. Mən rəqəm qoydum bura və indi bu saat aydın məsələ ki, çağırsam gözəl nəticəni alıram. Amma ola bilsin ki, hətta gəlin bunu silim, bir daha yazmamaq üçün mən bunu belə atım. Ola bilsin mən belə yazmaq istədim Python proqramlaşdırma dilində. 1, sonra aşağıda üstə gəl 2, üstə gəl 3. Hətta sizlər üçün indentation verərəm, belə qoy görünsün deyə. Save edim və indi bu saat run etsəm, Python mənə belə bir şey yazma icazə verməz. Heç nədir bilmək də istəmir və errorda da bildirir ki, bu nədir belə yazmışsın, üstəlikdə ki, hələ məsafə də vermirsən. Amma Python biliyim var ki, belədir ki, mən xətti yazdığım bir xətt deyil, bir neçə xəttdə yazmaq istəyirəmsə və sətrin davamını yaşatmaq istəyirəmsə, backslash yaza bilərəm. Bu qədər. O bunu anlayacaqdır. İndi bu saat gördüyünüz kimi 2 sətir və sonuncuya qoymuram. Yaşatmağa cəhd elədim davamlılığı göstərmək üçün və indi bu saat run eləsəm error almıram. Əla. Bunu hətta shortslardan Python'a dair mənim Kozas kanalında shortslar var, oradan bilirlər. Amma kimdir bunu bu qədər yazan? Əgər mənim elementlərim 3 deyil, daha çox olsa, burada biz yandıq. Nə qədər backslash yazım? Aydın məsələdir ki, bu backslashləri mən biraz uzaqdan yaza bilərəm, məsələn, belə. Əslində yaza bilərəm, bu mənə mane olmur. Python proqramlaşdırma dili, bunu harada yazırsan yaz, sətirlər çoxluğu yaşayacaqdır. Run eləsəm yenə də 6 alacam. Amma bu nədir? İndi mən sizə ən bəsitdə göstərirəm, mən xırdada göstərirəm. Bizlər çox böyük yazırıq bunu. Və indi bu saat anlayıram ki, yox, belə yox. Belə yox. Gəl ondansa mənə ən rahat formada nə olarsa onu yazın. Bəlkə 1, 2, 3 deyil, hələ 4, 5, 6, 7 də var. Düzdürmü? Ən yaxşısı mən açaram mötərizəni, burada da bağlayaram. Bu qədər. Daha backslashlərə yazmağa ehtiyac qalmır.
Run edirəm 6. Görürsən, bunu aşağıda yazsam, bu mötərizəni biraz da aşağı versəm, gəlin oxunaqlı olsun deyə, alt olsun deyə belə yazsam, yəni bir problem yaşamaram mı deyə bunları yazıb yoxlamaq lazımdır. Ay, nə gözəl. Bir neçə sətri yaşatdıran budur. Möhtəşəm bir şeydir həqiqətən də və bundan sonra bildik ki, nə gözəl bir şeydir. Hətta deyə bilərəm ki, mən artıq belə şey biləndən sonra backslash istifadə etsəm işləyərək indi göstərəcəyimdə, amma mən daha elə yazmaram. Mən birbaşa gedib deyərəm ki, məsələn date olmasın, query dəyişən olsun, fərqi yoxdur. Mən gedib artıq deyərəm ki, gəl belə eləyək. Mötərizəmi açım. Deyim ki, select ulduz, məsələn from, hətta deyirəm ki, select yazım, ulduz, düşüm aşağı, from, məsələn, hansısa bir table adı, düzdürmü? Hələ düşüm aşağı, görün nə maraqlıdır. Bu stringlər hamısı birləşib bir sətri təmsil edir. Amma belə yazmaq nə gözəldir. Və deyə bilərəm ki, where tutalım item ID bərabərdir 5 məsələn. Və gedib deyərəm ki, order by və məsələn item name. Fərqi yoxdur. Ay, nə gözəl bir şeydir. Çox möhtəşəm bir şeydir. Mən bunun özünü run etmək istəsəm ki, nəticədə nə alaram? Bir element, hətta burada 5-dən sonra boşluq qoymamışam deyə yapışada bilər. Amma belə də gördüm ki, ay, nə gözəl. Sən demə, bu bir sətirdir. Backslash-da qoya bilərəm. Nə qədər istəsəm hərəsini, amma bu gözəl deyil. Backslash gözəl deyil. Mötərizəni bilənə. Düşünürəm ki, biraz da generator expression'dan danışsam gözəl olar. Yəni generator bir sətirdə ifadə olaraq. Çünki generator funksional olaraq da var. Və ən böyük, ən möhtəşəm, ən mötəbər, ən güclülər funksional olaraq yazılır. Sadə, effektiv və tez yazılan bir sətirdə artıq bizim generator expression kimi yazılır ifadə olaraq. Və gəlin sadəcə nums deyim, bərabərdir və x for x in range, məsələn 4. Bir daha deyirəm. Tələbələrimi bu məsələdə həmişə yoxlayıram. Adətən mən comprehension keçəndə, məsələn indi gedib mən printdə deyə bilərəm ki, gəlin printdə nums deyim və indi bu saat nə etmək istəyirəm? Baxın, burada mötərizə deyil, kvadrat mötərizə dursaydı və mən bunu run eləsəydim, mən artıq listin içində comprehension'ın, buna comprehension deyirlər. Comprehension'ın mənə verdiyini dənə görəcəkdim listin içində və gördüm də. Və belə bir hala list comprehension deyirlər. Mən ola bilsin ki, fiqur mötərizədən istifadə etdim. Mən güman edirəm ki, fiqur mötərizə olduğuna görə siz buna dönüb dictionary deməyəcəksiniz, çünki dictionary başqa bir şeydir. Bu set comprehension'dir və run eləsəm görəcəm ki, bəli, bu set comprehension'dir, set də gəlib, amma məsələ ondadır ki, mötərizədə comprehension varsa, tamam mı? Biz nəyi öyrənmişik? Mötərizə və tutalım, yenə deyirəm, mötərizədə bir də görürsünüz yazırlar. 3, 4, məsələn, düzdürmü? Hətta gəlin burada bir dənə də type yazım, tipinə də baxaq. Danışırıqsa tam danışaq. Bu nədir tip olaraq? Tuple-dır. Mən onu görürəm. Düzdürmü? Aydın məsələdir ki, mən belə saxlasam və yenə də run eləsəm, bu artıq tuple olmaz. Tuple təmsil edən mötərizə deyil. Bu integerdir. Ən azı bir dənə
vergül olmalıdır tapılı olması üçün. Bu əvvəlki biliklərə qayıdışdır. Yəni yenə də göstərirəm ki, Python-u gözəl bilmək lazımdır. Təmizləyim, run edeyim, görürəm ki, doğrudan da tapıldı. Amma məsələ ondadır ki, bir çoxsu düşünür ki, mötərizədir tapılı təmsil edən. Və mən təzə comprehension-ı bir çox məqamlarda göstərəndə deyirəm ki, təsəvvür edin ki, sanki və həmişə vurğulayıram, dırnaq içində. Sanki bu tuple comprehension, sanki amma heç vaxt elə bir şey heç arada deməyin. Tuple'ın comprehension'ı yoxdur. Elə bir anlam da yoxdur. Comprehension yaşayır dictionary'də, setdə, listdə. Amma tuple'da yaşamır. Amma bu nədir? Mötərizə ilə yazdığım bundan qabaq nə etsə hər şey tuple idi, vergülü var idisə. Amma bu generator expression'dir. Generator. Və indi bu saat run eləsəm, görəcəm ki, generator object gəlir və mən bilirəm ki, doğrudan da ki, bu generatordur. Ay, nə gözəl. Və hətta deyə bilərəm ki, birdən başda 4-ə qədər. Hətta sizin üçün bir anlıq içini görmək üçün belə bir şey də yazın. Bu arada Python-a məhəbbətiniz daha da artar. Bilmirsinizsə belə bir şeyi bir anlıq açıb göstərə bilirəm və 1, 2, 3-ü görürəm. Bu generatordur. Bu memory efficiency-dir. Bu kompüterin yaddaşı ilə bilavasitə dost olaraq yaşayan gözəl bir imkandır. Python bunu elə gözəl verir ki, başqa dillər bunu belə vermir. Amma sözüm mötərizəyə aiddir axı, düzdürmü? Yəni ən azı gördü ki, mənə nə verir istəsəm. Mən istəməm next funksiyasından baş verir. Bunu ayrıca generator mövzusunda Kocazda var. Amma indi tam başqa bir şey demək istəyirəm. Əgər bu mənə belə bir çoxluluğu verirsə, birincisi onu göstərim ki, sən demə mötərizə ilə belə bir şey yaşadı. Bəs mötərizəsiz yaşayarmı? Və görürəm ki, yox. İfadəni yaşadan mötərizədir. Bu comprehension yazısını mən mötərizə olaraq ifadədə verəndə ki, generator expression deyirik ona, bu zaman o doğrudan da ki, yaşayıb generator olur. Və məsələ ondadır ki, gedim indi bu saat, yenə də sum istifadə edim və namsı ona verim. Okay? Və run edim. Mən bayaq gördüm, 1, 2, 3 verirdi. Düzdürmü? Demək, cəm 6 verəcək və cəmi gördüm. Ay, nə gözəl. Mən istəyərəm bu dəfə. Elə bunu buradan götürüm. Bayaq neynədim? Sum'un içinə verim, içində yaşasın, cəmi tapmağa rahat olsun, elə bir sətirdə. Onu belə verə bilərəmmi və öz mötərizəsi ilə bərabər run edirəm, bəli. Amma məsələ buradadır ki, burada tərs məsələdir. Comprehension ifadədir. Özü generator ifadədir. Özü tək qalacaqsa mötərizə istəyir. Amma bir yerdə dayanacaqsa, bir yerdə istifadə olunacaqsa, ona da mötərizə lazım deyil. Sum'un içinə mən generator, mötərizəsiz verə bilirəm. Nəinki sum'un içinə any, eyni zamanda all və bu kimi digər built-in funksiyonlara birbaşa generatoru öz mötərizəsi olmadan verə bilirəm. Bax, burada isə mötərizədən rahat imtina edə bilərəm. Və bu da mötərizənin ifadə özü tək yaşayırsa kömək, yaşam tərzi bir köməyidir. Yox, artıq bir funksiya daxil olursa, sum deyir, mənə bir rəqəm çoxluğunu təmsil edən ifadəni, datanı ver, mən onun cəmini tapım. Bax, generator compression belə gözəl sum'un içində yaşaya bilir. Və indi bu saat run eləsəm, evala, möhtəşəm. Generator expression mötərizə istəyir. Məndən soruşsanız, başqa hansı maraqlı yerdə yenə də mötərizənin var olması çox gözəl bir nəticə verir. Deyərdim ki, anonim funksiyalarda. Əgər siz proqramlaşdırma dillərindən hər hansı birini öyrənirsinizsə və anonim funksiya nədir bilmirsinizsə, deməli, siz natamam öyrənmişsiniz. Mütləq gözəl bilmək lazımdır, ələxüsus da Python proqramlaşdırma dilində. Niyə? Sadə bir sətirdə və möhtəşəm.
əla bir şeydir. Və məsələ ondadır ki, mən istəyirəm bir anonim funksiya yazım və sonradan görəsiniz ki, bizlər əslində biraz başqa cür də yaza bilirik. Getdik. Məsələn, plus 10 adında bir dəyişənim olsun və ona mənsub edirəm anonim funksiya varlığını. Və burada yazarkən heç bir mötərizəyə ehtiyacım yoxdur əslində. Yəni, anonim funksiyada necə yazılır? İnşallah görənmisiniz, bilirsiniz və ya həmin mövzuya çatıb bunu biləcəksiniz. Kodiası kanalında yetərincə buna dair video var. Və indi bu saat nə etmək istəyirəm? Yazıram lambda, deyirəm ki, bir funksional varlıq olacaqdır, anonim funksiya. Və bu funksional varlığa mən nə ədəd versəm, yəni x, nə ədəd versəm, qoy o mənə qaytarsın üstünə 10 gəlməklə. X üstə gələk 10. 5 versəm 15 qaytarsın. Bunu necə işə salmaq lazımdır? Elə printin içində gedib deyərəm ki, gəl belə eləyək. Dəyişənə verdiyim bir anonim funksiya varsa, deməli o dəyişən vasitəsilə həmin bu anonim funksiyanı işə sala bilirəm. Yəni, plus 10 və mötərizə açıb 5 yazıram. Güman edirəm ki, mənə 15 gələr. Evvələ. Möhtəşəm, düz yazmışam. Amma deyək ki, mən istəmirəm də və bayaq dəfələrlə göstərdim ki, hansı bir şey yığışdırıram ki, bir sətirdə yaşasın və plus 10-ə ehtiyacım yoxdur. Görəsən, bir sətirdə belə bir şey yaşayarmı? Yəni, sum kimi elementlərdə göstərdim və ona oxşar vəziyyətləri göstərdim və burada deyərəm ki, anonim funksiya yazıb və birbaşa ondan sonra mötərizəni açım, elə 5-i verim ona da, bayaq necə işlədi? Olarmı deyə yoxlamaq istəyirəm və qarşıma error mu gələr, qarışıqlıq mı gələr, amma 15 gəlməz. O deyil, almadım. Bunu necə işlətmək lazımdır? Məsələn, ondadır ki, mən anonim funksiya yenə də mənim üçün bir ifadədir. Və o ifadədirsə 100% mötərizəyə ehtiyac var. Ona görə gəl belə eləyək deyirəm. Bir mötərizə açım. O ifadəni burada yaşadım. Sanki plus 10-dir də, düzdürmü? Sonra, ondan sonra çıxın bu mötərizədən çöldə və yanında bir də mötərizə açıb 5 yazın. Bu yəqin ki, işləyər. Bu mötərizənin gücünə bax. Necə ayırt etdi. Ayrıca bu ifadənin yaşam tərzinə kömək etdi və run eləsəm 15 gəldi. Bizlər bir çox zaman əgər anonim funksiyanın peşəkarıyıqsa, bir də dəyişən yaratmırıq. Bir sətin içində özünü yaradıb, özünü çağırırıq. Inline calling, yəni birbaşa bir yerdə, amma daha çox yaxşı bilənlərə aiddir bu. Bizlər çox zaman Python proqramlaşdırma dilində zəncirvari metod çağırışlarını dəhşət çox sevirik və bizə rahatdır belə bir şey. Üstəlik ki, ən çox çağırış elə stringin özündə olur, amma hərdən də istəyirik ki, bunu elə yazaq ki, həm oxunaqlı olsun, həm gözəl görünsün. Adətən bu bir sətirlikdirsə, amma biz başqa cürdə yazırıq. Gəlin bütün hər şey göstərəm, amma qısa zəncir içində göstərəcəm. Və məsələn deyim ki, data bərabərdir, elə heç string hardasa yaratmıram, birbaşa burada yaradıram. Gəlin deyim ki, salat sözünü yazıram. Salat, sonra nöqtə və başlayır zəncirvari metod çağırışlar. Burada əslində uzun ola bilər, məqsədi yönlü ola bilər, strip edə bilərəm, məsələn, upper və s. və ilaxır çox maraqlı şeylər yaza bilərəm də. Amma mən nə edəcəm? Qısalara yönəlim. Deyim ki, upper və sonra da nöqtə, görün, davam edirməmişim, buna görə deyil zəncirvari çağırış. Və məsələn, deyə bilərəm ki, nə istifadə edim burada? Məsələn, replace istifadə edim, son zəncir kimi. Və deyim ki, böyük T hərfini dəyişərsən inşallah böyük M hərfinə və fərqli dırnaqları göstərim ki, Python proqramlaşdırma dilində hər növ dırnaq yaşayır. Və indi bu saat mən print data desəm və run eləsəm, mən görərəm həqiqətən də salam sözü gəldi. Möhtəşəm. Amma məsələ ondadır ki, mənə çox rahatdır nə edim, enter vurum, bəlkə də mən düzəltməyə cəhd edir, amma bu o deyil, böyük bir məsafə qoyur və fikir verin ki, mən belə bir şey yazmaq istəyirəm və bu mənim üçün daha əlverişlidir. Hətta indi bu saat bu redaktor çalışır, məni anlasın, nöqtəni gəlin burada saxlayayım və sanki belə bir şey göstərmək istəyirəm də, bax, belə olsun. Amma bu o deyil, bu heç yaşamaz da, işləməz də.
Və indi bu saat təmizləyib run eləsəm error alacağam və nə etsəm daha yaxşıdır? Bəli, həqiqətən də mən gedərəm, ondansa mötərizəni burada açaram və bu maraqlı ifadənin, çox sətirli ifadənin yaşam tərzini belə edərəm. Ay, nə gözəldir. Birincisi, hər hansı bir burada dəyişən də ola bilər. Bəlkə məndə bir tekst dəyişəni var ki, bərabərdir salat. Məhz onu bura tətbiq eləyəm. Və ya da ki, elə sözün özünü bura qoyuram. Hə, bu söz bu stringə tətbiq olunacaq. Upper, sonra tətbiq olunacaq. Replace, bəlkə də bir neçə əlavə olaraq tətbiq olunacaq. Və indi bu saat mən təmizləyib run etmək istəsəm, salam sözü gələcək. Ay, nə möhtəşəm. Görün, nə rahat, nə maraqlı, nə gözəl yazı sərgilənir bir dənə mötərizə ilə. Bax, belə bir şeylər var ki, bizlər mötərizə nə vaxt və hansı səbəblə yazırıq, biz bilirik. İstər özümüz üçün gələcəkdə, ya da komanda yoldaşı üçün ki, oxuyanda, görəndə bilsin və daha tez anlasın ki, mən burada nə yazdım. Mən düşünürəm ki, bu mötərizə barəsində danışdıqca danışmaq olar, amma ən son olaraq bir məqamı da vurğulayım. Düşünürəm ki, bəhs edər ki, bu önəmli və gücü heç də az olmayan mötərizəni heç vaxt unutmarsınız. Mən əlimdən gələni edirəm ki, bunu həmişə mənim tələbələrim bilsin və önəm versin mötərizələrə. Bu çox vacibdir. Gücü gördüyünüz kimi böyük və sərhədsizdir. Mən istəyirəm elə bir mövzuya toxunum ki, eyni zamanda görürsünüz də bir neçə mövzulara toxundum və zəif bir yeriniz var idisə, inşallah onu daha da maraqlı şəkildə zənginləşdirərsiniz, qayıdıb videolara baxarsınız bu mövzuda. Amma mən tələbələrimlə daha dərindən praktikada hər şey keçirəm. Çünki videoda o qədər vaxt olmur, praktikaya onsuz da baxmaq istəyən kəsin onsuz da sayı da azdır. Amma praktika yaşayan mənimlə, o çox şey görür. Niyə? Çünki Walrus olan mövzunu mən çox da böyük göstərmirəm. Bunu ancaq real kodlaşmada düzgün yazmaq lazımdır. Və istəyirəm Walrus sən demə nə qədər vacibdir, onu sizə göstərim. Və oradakı mötərizə yaşam tərzi burada çox vacibdir. Məsələn, gedib demək istəyirəm ki, mövzuya belə başlaya bilərəm ki, if, məsələn, deyək ki, A bərabərdir 5, düzdürmü? Print, okey. Belə bir şey deyim məsələn. Tamam mı? Belə bir şey yazmaq istəyirəm və run edəcəm. Mən error alacağım. Deyəcək ki, A kimdir? Arkadaş, sən o A kimdir ki, hələ bir onu 5 ilə müqayisə edirsən. Tamamilə doğru və belə bir şeyə heç nə demək olmaz. Mən nə etmək istəyəcəm? Terminalı təmizləyim. Mən Walrus deyə bir operatora müraciət edəcəm. Deyəcəm ki, o A var, gəl elə ifin içində ona dəyər verim. Məsələn, ona görə qoşa nöqtə bərabər yazırıq. Məhz bu, gəlin bunu biraz ayırım, məhz bu Walrus'dur. Morjun dişlərinə oxşuyur. Ona görə adını Walrus deyiblər. İngiliscə Walrus elə həmin morj deməkdir. Google-a yazıb bilə bilərsiniz. Və məsələ ondadır ki, mən deyim ki, o həmin A-dır ki, gəl onu bərabər edeyim 6-ya. Belə bir şey yazmaq istəyirəm. Amma çox da gözəl bir şeyə oxşamır əslində bu. Və nə etmək istəyəcəm? Və gedib demək istəyirəm ki, qoy hələ belə qalsın. Belə bir şey işləyərmi, okey gələrmi? Gəl birinci belə baxım. Və hətta burada A-nın özünü də göstərim, okey də göstərim. Görərəmmi? Və indi bu saat run eləsəm 6 da gəlir, okey də gəlir. Da burada demir A kimdir? Bu nə? Walrus operator icrasıdır. Bu nədir belə 6 yazmısan? Belə bir şey yaza bilərəmmi? Bu bayaq yazırdım da A bərabərdir 6 tutalım. Haradasa bütün proqramlaşdırmada yaza bilirdim da. Ifin içində belə bir şey yaza bilmirəm səndən. Gəlin təmizləyim, run edim, nə 6 gəlir, nə okey. Amma Walrus operator eləsəm, okey, və təmizləyib deməli run eləsəm, A həmin A-dır ki, ona 6 verirəm və gedək dəyər alıbsa,
həm okey deyə, həm də dəyərini göstərir. Deyə kod belə də yazılır. Mən praktikada həmişə deyirəm, yazdığınız kod səslənə biləcək bir şey olmalıdır. Səsləndirə bilmədinsə, o nədir? Və Walrus deyir, bu elə bir adır ki, ona 6 vermişəm. Və eyni zamanda bu A dəyəri alıbsa, if ona görə baxır. A dəyəri alıbsa, o həmin A ki, ona dəyər 6 vermişəm. Ona görə həmin onun dəyərini göstərək və OK göstərək. Tamam mı? Bu o deməkdir. Amma eyni zamanda gedib soruşmaq istəyirəm. O A var ki, ona dəyər olaraq 6 vermişəm. 5-ə bərabərdirmi? İndi bu saat belə bir şey yazmaq istəyirəm. Və run edəcəm. Heç bir şey gəlmir. Gəlin else hissəsini də yazım. Hətta heç yazmayayım. Amma bu deyil. Bu nə yazıdır? Bu nə səliqəsiz yazıdır. Belə bir şey bu deyil. 6-5-ə bərabərdir. Yəni ki, o bunu tutub. Həqiqətən bunu tutub. Amma yenə deyirəm, mən nə edim? Mən else yazım yenə də. Else print, gəlin deyək ki, həm A-nı verim, həm də no yazım. Çünki belə desəm, bəlkə də mənə inanmarsınız. Və run edirəm false. Mən false verməmişəm. A, false dəyəri alıb. Sən demə, bax belə yazsam, heç bir mötərizəsiz. Belə yazsam, biabırçılıq. Sən demə, A-ya dəyər bilirsiniz nə verdim? Dedim ki, A, Walrus'un köməyi ilə. Axı, bayaq A qoşa nöqtə 6 yazanda A-ya 6 verib və birbaşa A-nı göstərəndə 6-nı görürdüm. İndi A-ya dəyər bilirsiniz nə gəlib? 6 yox. Deyirəm, ey A, sənə mən dəyər verəcəm. Hansı dəyər? Yoxlayıb nəticəsini verirəm. 6 5-ə bərabərdirmi? Xeyr. O xeyr gedir A-ya düşür. Çox maraqlı məqamdır. Amma mən əksinə A-ya 6-nı vermişdim. Sonra gəlib soruşurdum. A 5-ə bərabər oldu, olmadı? Verdiyim 5'e beraber oldu, olmadı. Ama burada yox. Burada sanki gəlin mötərizə göstərim sizə. Ona belə bir şey vermişəm. Və ona görə o indi bu saat false və no verir. Amma bəsdir ki, mən düzgün yazım mötərizəni deyim, o həmin A ki, ona 6 verirəm. Sonra gedib yoxluyuram. 5'e bərabərdirmi? A 6'nı alıb. Amma xeyr, 5'e bərabər deyil. Gör nə maraqlı, nə düzgün yerdə mötərizə yaşayır. Çox gözəl bir şeydir, həddən ziyadə. Mən burada bir çox misallar verə bilərəm, bir çox şeylər verə bilərəm, amma mənim tələbələrim Walrus operatoru elə gözəl yazmalıdır ki, bütün kodu dəyişir. Walrus operator bilənə, üstəlik while dünyasında yazırsa, oy dəhşət bir şeydir, oy gözəl bir şeydir. Mən ən sadə göstərirəm. Mən sizə göstərirəm ki, mötərizə nələr eləyir o və ya bu mövzularda. Yəni həqiqətən mən bu mötərizəni belə yazmasaydım, gördüyünüz kimi false gəlirdi. Nə false? Mən aya 6 vermişəm, false verməmişəm ki, o hardan gəlib? Bax, belə şeylər var ki, Python proqramlaşdırma dilində mötərizə çox vacibdir. Bunu gözəl bilmək lazımdır. Mən düşünürəm ki, yetərincə maraqlı məqamları göstərdim. Aydın məsələdir ki, mən yenə də funksiyanın çağrışında və istifadəsində onu vurğulamadım və yaxud da ki, demədim ki, if yazırsansa, orada and, or və digər kompleks məsələlərə toxunub düzgün vurğulamaq istəsənsə, mötərizə mütləq lazımdır və digər məqamlar var ki, onsuz da mötərizə mütləqdir, sənin məntiqli düz təmsil etsin. Bir də var ki, funksional olaraq güclü imkana malikdir. Bayaq göstərdiyim misallar içində mötərizə və onu gözəl bilmək lazımdır. Və üstəlik ki, Python proqramlaşdırma dilində və digər dillərdə əslində söhbət tək Pythondan getmir, amma bugün mövzumuz Pythondır. Fundamental biliklər çox gözəl olmalıdır. Bir mənalı olaraq, yəni məktəb bilikləri, ana biliklər nə qədər gözəl olsa, sonraki biliklər daha möhtəşəm olar. Yəni, ola bilməz ki, sən hərfi keçməyəsən, hərfin səslənməsini keçməyəsən, birbaşa sözü oxumağa cəhd edəsən və yaxud da ki, heç sözü də oxumayasan,
birbaşa keçəsən nəsə danışmağa, cümlə qurmağa. Bu çətin məsələdir. Ona görə də bəli, həqiqətən də bir gün cümlələr qurub maraqlı söhbətlər aparmaq naminə ana bilik gözəl olmalıdır. Həmçinin proqramlaşdırmada fundamental biliklər o qədər vacibdir və belə azlarla böyük bir çox yaranır. Məhz mənim də sizə məsləhətim odur ki, belə bir azları çox öyrənin. Və Kocaz kanalına da abunə olmağı unutmayın. Siz də abunə olun, digərləri də olsun ki, belə maraqlı mövzuları qaçırmasınlar. Sağ olun, sağ salamat.